gündəmi salmaq üçün əllərindən gələni əsirgəmirlər. Mehman bəy, gündəmi sala biləcəklərmi? Gündəmi salmaq üçün neynəməlidirlər? Pazdan çıxardarlar. Satmaq, Bəlkə bəli. bu boyda əziyyət çəkməkdən sən kasetini yayımlasınlar, söhbət ölsün. Sən yenə başladın kaset. Qardaş, sənə maraqlıdırsa mənim performansım, denən səni bir qardaş yana göndərib bir bax. Bax rahatdan. İndi məsələ bizə nədir? Həqiqətən də İlham Əliyev gündəmi dəyişə bilmir. Gündəmi cəhd eləyir dəyişməyə və indi ona qayıdacağıq. Amma məsələ o ki, biz İlham Əliyevə zərbəni vurmuşuq. Yəni bundan sonra gündəmi dəyişmək istəsə, dəyişə bilsə, o ləkə onun üzərində qalıb. Deməli hökm oxunub və gördünüzmü? Azərbaycan mediası yayıb ki, ay nə bilim İlham Əliyev qisası aldı, ömürlük verdi, ay nə bilim. Sənə bir şey deyim. Yadda saxla, bu ömürlük hökmü alan adamlar bizim öz siyasi məhbuslarımızdan daha tez azadlığa çıxıb evə gedəcəklər. Necə ki İlham Əliyev. Bəli. Bəli, mən bu günləri məlumat aldım. Mart ayında o ömürlük yalanlar hamısı Mart ayında buraxılacaq. Necə ki demişdim ha, dekabrda, noyabrda, yanvarda buraxılacaq, ya ilin sonu, ya ilin əvvəl. Mən deyən oldu mu? İndi bunlar da Mart ayında buraxılacaq. Buyurun. Tarixi mən bilmirəm, amma mən bir şey bilirəm ki, Xocalı soyqırımını törədən Vacib Xaçaturyanı evinə yağ balla evinə yola salan, cibinə pul basan İlham Əliyev idi. İlham Əliyev bu millətə xəyanət elədi. İlham Əliyev Xocalı soyqırımında qurban olan ailələrə xəyanət elədi. O Vacib Xaçaturyanın məhkəməsinə gələn Azərbaycanlılar var idi. Deyirlər ki, Vacib, səni İlham Əliyev çöktürəcək, səni həbsxanada məhv eləyəcək səni. Səni məhv eləyəcək. Bax, o ailələri indi yığmaq lazımdır və demək lazımdır ki, görürsünüzmü? İlham Əliyev Vacib Xaçaturyanı məhv eləmədi. O bu xalqı məhv eləyir. Niyə mən bunu deyirəm? Bugün bildiyiniz kimi mənə bir video ötürüldü. Video Maçdağa xəstəxanasından idi. Deməli, psixiatrik klinik xəstəxanadan və orada bir qazimizi polis şapatlayır, döyür, işgəncə verir. Təsəvvür eləyin, bax bu videonu mənə çəkiblər, mənim mənbəm, deməli, həmin o xəstəxanadan çəkib göndər. Buna baxın. Baxın. Bu bizim polisdir. İlham Əliyev gəlininə görə o Odessada məşhur sosudur o, sosu. Pozğun gəlininə görə polislərə tapşırıq verib ki, Vilayət Eyvazova tapşırıq verib ki, mənim gəlinimi gündəmdən çıxartmaq üçün gedin, qazini tutun, şalvarını çıxardın, zorlayın və videosunu çəkin və ötürün mətbuata. Təsəvvür edirsiniz, bu İlham Əliyev necə xəstə adamdır. Bir gəlininə görə bir qazini Qarabağı azad edən şəxs, görürsünüz necə, döyür, alçaldır. Və bu nəyə görə? İlham Əliyev gəlinini gündəmdən çıxartmaq üçün. İndi Mehman bəy bir şey deyim sizə. İndi bunu yaymalı şey eləmədilər. Axşama yaxın polis belə bir bəyanat verdi ki, güya qazi döyülmüş, rahat olun. Belə deyək, lap yalan deyirik, qazi döyül. Qazi olmayanı belə döyərlər. Sonra da deyir, narkotik satıbmış, alıbmış. Yəni narkotik satanı da belə döyərlər. Savunması insanı belə döyərlər. İlham Əliyev həmişə deyir ki, mənə siqnal verin. Mən birinci belə siqnalla başlamışdım da. Bip. Sonra gördüm ki, bu siqnal çatmır. Bəlkə paravoz siqnalı verək ona, nə siqnalı verək? Və maraqlı bir sən nədir? Daxili İşlər Nazirliyi yayıb ki, polisləri də cəzalandıracağıq və s. Amma İlham Əliyev bu biabırçılığa münasibət bildirməyib. Mən bilirsən nə düşünürəm? Mən düşünürəm ki, necə ki bizdə İlham Əliyevə qarşı kasetlər var, bu gədədə də bunda, Vilayət Eyvazovda İlham Əliyevə qarşı kasetləri var. Ona görə də İlham Əliyev polislərə söz deyə bilmir, polislərdən qorxur, Vilayət Eyvazovdan qorxur. İlham Əliyev artıq prezident kimi özünü aparmır. Gəlini ortaya çıxır, səsini, dilini qattalayıb, soxub içinə. Qaziləri polis işgəncə verir, tumanını çıxardır, şalvarını çıxardır ya, qazinin şalvarını çıxardır ki, gündəmi dəyişmək üçün. Yenə də İlham Əliyev susur. Gündəmi dəyişə bilməyəcəklər Mehman bəy. Və Mehman bəy, bəlkə bunların başı yoxdur da, bunların başı eşşəyin şeyinin başı bu, bizim o nazirlərin deyə. Bəlkə bunlara bir yol göstərəsən, bu gündəmi nətər bağlaya bilərlər, bir kömək eləyəsən bunlara. Gündəm çox rahat. Gündəmi bağlamaq üçün İlham Əliyev müşavirə keçirməlidir. Müşavirədə, yenə deyirəm ki, bütün telekanalları çağırmalıdır, deməlidir ki, canlı yayım açın. Müşavirədə Kamran Əliyev, Vilayət Eyvazov, Əli Nağıyev, Ceyhun Şadlinski bütün güc strukturları yığır və deyir ki, efirdə, Əli Nağıyev, sən vətənə xəyanət elədin, sən mənim ailəmə xəyanət elədin, sən buna görə
həbs olunursan, cəzalanırsan və mən ictimaiyyətdən, xalqdan üzr istəyirəm ki, Odessadan bir soskanı gətirdim, bu ölkənin başına qoymaq istəyirəm. Yəni üzr istəməlidir ki bir soskanı gətirib bizə xalqa soxuşturmaq istəyib. Bu baş verməyəcək. Getsin öz ölkəsində, öz evində birinci xanım olsun, vitse-prezident olsun. Amma Azərbaycanın taleyini həll edən şəxs Alyona Qonçar olmamalıdır. Biz buna imkan verməməliyik və mən düşünürəm ki, buna imkan verməyəcəyik. Mehman bəy dedi, amma mən buna bir əlavə edeyim. Ruben Vardanyan Rusun adamıdır. Arayik Harutyunyan Rusun adamıdır. Bunlar Paşinyana lazım deyil. Paşinyana heç onu versələr də Paşinyan götürməz. Dəlidi Allah paz axtarır Paşinyan, hələ seçim qabağı. Ona görə değerli vətəndaşlar, İlham Əliyevi pis günə qoymuşuq. Hələ mən yadıma gəlmir hansı ildə, neçənci ildə bu qədər troll tökülmüşdü. Yüzlərlə, minlərlə. Əlin Ağayev ağır durumdadır. Əlin Ağayev pis vəziyyətdə.